Salam əziz müəllimlər və əziz abituriyentlər, hər birinizi xoş gördük. Bildiyiniz kimi bugün Güvən Nəşriyyat tərəfindən növbəti blok sınaq imtahanı keçirilmişdir və mən həmişəki kimi bu blok sınaq imtahanında coğrafiya fənnindən istifadə olmuş sualların izahını verəcəm. İlk öncə birinci sualla başlayaq. Birinci sualda qeyd olunur ki, birlikdə Göybanan adlanan meqalopolislər. Bilməlisiniz ki, Göybanan, həmçinin Yaşıl Banan və Qızıl Banan meqalopolisləri Avropa qitəsində görəcəyimiz meqalopolislərdir. O baxımdan bilməlisiniz ki, Göybanan məhz Reyin boyu və İngiltərə meqalopolislərinin birləşməsindən formalaşmışdır. Ona görə burada doğru cavabımız olacaq 1-4-D variantı. Əlavə olaraq deyim ki, Tipits, Bosvaş və Sansan meqalopolisləri ABŞ ərazisində yerləşən meqalopolislərdir. Belə ki, Spitz ABŞ-da göllər ətrafı ərazini əhatə edən meqalopolisdir. Tərkibinə Chicago, Pittsburgh, Cleveland və Detroit aglomerasiyaları daxildir. Sansan ABŞ-ın Sakit Okean sahili ərazisində yerləşir. Məhz Sansan meqalopolisi San Diego, San Jose, San Francisco və Los Angeles aglomerasiyalarından ibarətdir. Bosvaş ABŞ-ın Atlantik sahili ərazisində, yəni ABŞ-ın şimal-şərq hissəsində yerləşir. Tərkibi Boston, Washington, Baltimore, New York və Philadelphia aglomerasiyalarından ibarətdir. Bizim isə doğru cavabımız, bir daha təkrar edirəm, D variantı olacaqdır. Növbəti sual, verilmiş iqlim diaqramının aid olduğu məntəqə üçün doğru fikirləri müəyyən edindir. Diaqrama baxdığımız zaman görürük ki, temperatur 25 dərəcədən yuxarıdır. Temperatur həmçinin qış aylarında mənfiyə düşmüşdür. Ümumiyyətcə, biz bilirik ki, ölkəmizdə 25 dərəcədən yuxarı temperaturun qeydə alındığı iqlim tipi yarımsəhra quru çöl iqlim tipidir. Və yarımsəhra quru çöl iqlim tipi də iki cür olur. İki yarım tipə bölünür daha doğrusu. Deyəcək ki, var qışı mülayim keçən yarımsəhra quru çöl, eyni zamanda var qışı soyuq keçən yarımsəhra quru çöl. Qışı mülayim keçən yarımsəhra quru çöldə temperatur mənfi düşmür. Amma qışı soyuq keçən yarımsəhra quru çöldə biz qış aylarında mənfi temperatur görürük. Deməli, burada söhbət gedən qışı soyuq keçən yarımsəhra quru çöldür. Eyni zamanda yağıntısına baxdığımız zaman 271 görürük. Bilməliyiz ki, 271 mm yağıntını biz Naxçıvan şəhəri üçün qeyd edirik. Deyir, qışı soyuq keçən yarım səhra və quru çöl iqlim yarım tipi sərcəvidir. Bu ifadə tamamilə doğrudur. Alluvial və alluvial-proluvial düzənlikdə yerləşir. Bilməlisiniz ki, Naxçıvan şəhəri məhz Naxçıvan düzündə yerləşir və həmin ərazidə biz alluvial və alluvial-proluvial düzənlik görə bilərik. Yəni, Naxçıvan düzü alluvial və alluvial-proluvial düzənliklərdəndir. Mərkəzi Aran İqtisadi rayonunda yerləşir. Bilirsiniz ki, Naxçıvan şəhəri Naxçıvan İqtisadi rayonunda yerləşir. Yayı quraq keçən soyuq iqlim yarım tipi sərcəvidir. Qeyd etdiyimiz kimi bu diaqram qışı soyuq keçən yarımsəhra quru çöl üçün olan diaqramdır. Yayı quraq keçən soyuq iqlim yarım tipinə aid deyil. Araz çayının su toplayıcı hövzəsində yerləşir. Naxçıvan şəhəri, bəli, Araz çayının su toplayıcı hövzəsində yerləşir. Əhalinin milli tərkibi müxtəlifdir ifadəsi isə doğru deyil. İstər Naxçıvan şəhəri, istərsə də Naxçıvan İqtisadi rayonu monoetnikdir. Yəni, sırf Azərbaycanlılardan ibarətdir. Burada biz başqa hər hansı bir etnik qrup görmürük. Yəni, ona görə əhalinin milli tərkibi burada müxtəlifdir ifadəsi yanlışdır. Doğru cavab 1, 2, 5, yəni C variantı olacaqdır. Növbəti suala keçid edək. Dəmir aparan çay və Ordubad çay üçün ümumi əlamətləri müəyyən edindir. Dəmir aparan çay Böyük Qafqaz vilayətinin çayıdır. Qəbələ İnzibati rayonunda biz dəmir aparan çayı görə bilərik. Dəmir aparan çay qar, buzdaqla qidalanan çaylarımızdandır. Türyan çayın qoludur. Ordubad çay Naxçıvan vilayətində, yəni Orta Araz vilayətində olan çaylarımızdandır. Mənbəyi də, mənsəbi də Ordubad İnzibati rayonunda yerləşir. Ordubad çay Zəngəzur silsiləsindən başlayır və qidalanmasında əsas pay məhz yeraltı sulardır və Araz çayına tökülür. İndi gəlin bu iki çay üçün ümumi əlamətləri müəyyən edək. Qidalanmasında yağış suları üstünlük təşkil edir. Bu iki çayın ikisində də yağış suları üstünlük təşkil etmir. Ona görə birinci bənd doğru deyil.
sellərin qarşısını almaq üçün hidrotexniki qurğular tikilir və fitomeliorativ tədbirlər görülür ifadəsi hər ikisi üçün də doğrudur. Birbaşa Kür çayına tökülmür. Bunun ikisi də birbaşa Kür çayına tökülmür. Hər ikisi də Kürün ikinci dərəcəli qolu hesab olunur. Arazın sol qoludur ifadəsi Ordubad çaya aiddir. Dəmirəparan çay Arazın qolu deyil. İlin əksər dövründə suyunu mənsəbə çatdıra bilmir. Bunun heç biri, yəni bu fikir heç birinə də aid deyil. Burada hər ikisi üçün oxşar olan fikir 2 və 3 olacaqdır. Yəni doğru cavabımız B variantı. Növbəti sualımızda qeyd olunur ki, cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Yəni doğrular sırasından doğruları, yanlışlar sırasından yanlışlar seçməliyik. Deyir ki, maşınqayırma, kimya sənayesi və elektroenergetika birlikdə avangard üçlük adlanır. Bəli, sənaye sahələri arasında maşınqayırma, kimya sənayesi və elektroenergetika digər bütün sənaye sahələrinə təsir göstərmək gücünə malik olduğu üçün bu üç sənaye sahəsi avangard üçlük hesab olunur. Bu doğru fikirdir. Yüngül sənayinin coğrafiyası əsasən toxuculuq sənayesinin yerləşməsi ilə müəyyən olunur ifadəsi də doğrudur. Elmi texniki inqilab dövründə hasilat sənayesinin payı emal sənayesi ilə müqayisədə xeyli artmışdır ifadəsi doğru deyil, yanlışdır. Ona görə ki, burada belə olmalıydı. Elmi texniki inqilab dövründə hasilat sənayesinin payı emal sənayesi ilə müqayisədə xeyli azalmışdır. Yəni, hal-hazırda emal edici sənaye hasilat sənayesindən üstündür. O baxımdan bu üçüncü sıra doğru olmadı. Yanlışlar olan sıraya baxaq. Deyir, inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatında əsas yeri əmtəlik, ixrac istiqamətli tip tutur ifadəsi doğru deyil, yanlışdır. Çünki bilməlisiniz ki, əmtəlik tip məhz inkişaf etmiş ölkələr üçün xarakterikdir. İnkişaf etməkdə olan ölkələr üçün kənd təsərrüfatında əsas yeri istehlak deyirik ki, tipli kənd təsərrüfatı tutur. Əmtəlik, yenə deyirəm, inkişaf etmiş ölkələr üçündür. İstehlak tipli isə inkişaf etməkdə olan ölkələr üçündür. Yəni, dördüncü sıra yanlışdır. Əfqanistan, Özbəkistan və Türkmənistan Qaragül qoyunçuluğunun inkişafına görə seçilir. Bu ifadə tamamilə doğrudur. Donutsuzluq kartof əkinləri rayonlarına, iri sənaye mərkəzlərində və əhalinin sıx məskunlaşdığı rayonlara meyil edir. Bu da doğrudur. İndi biz uyğun fikirləri müəyyən etmək üçün nə etməliyik? Doğrular sırasında doğruları, yanlışlar sırasında yanlışları seçməliyik. Doğrular sırasında doğru 1 və 2'dir. Yanlışlar sırasında isə yanlış 4'tür. Ona görə bu sualın doğru cavabı da 1, 2, 4, yəni Y variantı olacaqdır. Növbəti suala keçid edək. Deyir, Qabıcıq zirvəsi ilə Xəzər dənizi arasındakı atmosfer təzyiqi fərqini hesablayın. Əziz yoldaşlar, bilməliyik ki, Qapıcıq 3904 metr hündürlükdədir. Xəzər dənizi isə mənfi 27 metrdir. Və bunlar arasındakı təzyiq fərqini tapmaq üçün əlbəttə ki, bunlar arasındakı hündürlük fərqini tapmalıyıq. Bunlar arasındakı hündürlük fərqi nəyə bərabərdir? 3904 metrdən mənfi 27 metr çıxanda eləcək 3931 metr. Deməli, bu ikisi arasında 3931 metr hündürlük fərqi var. Sən də bilirsən ki, hər 10 metrdə təzyiq nə qədər azalır? 1 millimetr azalır. Bəs 3931 metrə nə qədər təzyiq azalar? Təbii ki, 393,1 millimetr. Deməli, Qapıcıq zirvəsi ilə Xəzər dənizi arasında 393,1 millimetr təzyiq fərqi var. Doğru cavabımız olacaq A variantı. Növbəti sualımız deyir ki, xəritə sxemə əsasən hansı iqlim yarım tipinin yerinin səhv verildiyini müəyyən edin. Baxaq. 1. Qışı quraq keçən mülayim istidir. Ya variantlarına baxaq, ən yaxşısı. A variantında qeyd olunur ki, 3-cü verilən yağıntılara bərabər paylanan mülayim isti iqlimdir. Düz deyil. 3-cü məntəqə qusar maili düzənliyinə uyğun gəlir və bildiyiniz kimi qusar maili düzənliyi məhz yağıntıları bərabər paylanan mülayim isti iqlim yarım tipində yerləşir. A doğrudur. Bizdən isə nə istəyir? Yanlış olanı istəyir. B variantı deyir. Dördüncü məntəqə qışı quraq keçən mülayim isti iqlimdir. Bu doğrudur. Çünki 4 Qanıq Əyriçay çökəkliyini ifadə edir və bildiyiniz kimi Qanıq Əyriçayda biz qışı quraq keçən mülayim isti iqlim yarım tipini görürük. Gələk C variantına. Birinci məntəqə qeyd olunur ki, qışı quraq keçən mülayim isti iqlimə düşür. Bu da doğrudur. Birinci verilən məntəqə Kiçik Qafqazın
dağətəyi qismən orta dağlıq ərazilərini əhatə edir və bu ərazilərdə biz qışı quraq keçən mülayim istini görə bilərik. D variantı. İkinci məntəqə yay quraq keçən mülayim isti iqlimə düşür. Düz deyir. İkinci məntəqənin verildiyi yerdə məhz biz deyəcəyik ki, yay quraq keçən mülayim isti iqlim yarım tipi var. Hansı ki, Füzuli və Xocavənd şəhərləri yay quraq keçən mülayim isti iqlim yarım tipində yerləşir məhz bu ərazidə. Beşinci məntəqə ilə bağlı qeyd olunur ki, yağıntılara bərabər paylanan mülayim isti iqlimdir. Bu yanlışdır. Beşinci məntəqə də yayı quraq keçən mülayim isti iqlim yarım tipində yerləşir. Ona görə ya variantı doğru deyil. Növbəti sualımız, əziz yoldaşlar, olacaq 67 nömrəli test tapşırığı. Deyir, xəriti sxemdə sual işarəsi ilə verilən ada üçün doğru fikirləri müəyyən edin. Verilmiş ada dünyada sahəsinə görə ikinci ən böyük ada olan məhz Yeni Gvineya adasıdır. Deməli, Yeni Gvineya adası gördüyünüz kimi Spaqaya mı deyək, dinozavra mı deyək, bənzəyir. Və Yeni Gvineya ilə bağlı doğru fikirləri seçməliyik. Deyir, iki ölkəyə aiddir. Bu doğrudur. Niyə? Çünki Yeni Gvineya adasının bir hissəsi İndoneziyaya, bir hissəsi Papua Yeni Gvineya dövlətinə məxsusdur. 2. Əhali əsasən Khoisan dil ailəsinə məxsusdur. Biz burada Khoisanları görürük. Khoisan dil ailəsi Afrika materikindədir. Buşmenlərdir, Qotentotlardır. Bunlar Khoisan dil ailəsinə aiddir. Burada biz qeyd edəcəyik ki, Khoisan dil ailəsini görmürük. Demografi kesitin birinci mərhələsində olan ovçuluq və yığıcılıqla məşğul olan qəbilələr yaşayır ifadəsi doğrudur. Ekvatorial və subekvatorial iqlim qurşağında yerləşir ifadəsi doğrudur. Zəlzələ və müasir dağılmaya gəlmə zonalarından kənarda yerləşir ifadəsi doğru deyil. Çünki Yeni Gvineya adası seismik cəhətdən aktiv bir ərazidə yerləşdiyi üçün biz burada zəlzələ və müasir dağılmaya gəlməni görə bilərik. Sahillərini Yava dənizinin suları yur ifadəsi isə biz qeyd edəcəyik ki, doğru deyil. Burada doğru olan olacaqdır məhz 1, 3 və 4. Yəni sualımızın doğru cavabı A variantıdır deyirik. Növbəti sualımız deməli, bu sualda qeyd olunur ki, hansı ölkənin Antarktida materikində elmi tədqiqat stansiyası yoxdur? Bilməliyik ki, Yeni Zelandiyanın, Avustraliyanın, Böyük Britaniya və Yaponiyanın məhz Antarktida materikində elmi tədqiqat stansiyaları var. Amma İranın məhz Antarktida materikində elmi tədqiqat stansiyası mövcud deyil. Ümumiyyətlə, Antarktida materikində Rusiya, ABŞ, Kanada, həmçinin Avustraliya, Yeni Zelandiya, Böyük Britaniya, Fransa, bu kimi yəni nəhəng və deməli, hər zaman elmi tədqiqatına görə fərqlənən ölkələrin stansiyaları var. Yəni, o baxımdan İranın orada bir stansiyası mövcud deyil. Muson küləklərinin təsiri altında olan adaları müəyyən edin. Muson küləklərinin təsirini biz Şərqi Asiya, Cənubi Şərqi Asiya, Cənubi Asiyada və Şimal Amerikanın şərq sahillərində müşahidə edirik. Burada biz qeyd edəcəyik ki, bizim doğru cavabımız məhz olacaqdır elə A variantı. Şri-Lanka Cənubi Asiya regionuna aiddir. Tayvan Şərqi Asiya regionuna aiddir. Filippin Cənubi Şərqi Asiya regionuna aiddir və nəticədə biz bu ərazilərdə muson küləklərini görəcəyimiz üçün bu adalar muson küləklərinin təsiri altındadır. Elə birbaşa deyəcək doğru cavabımız məhz A variantı olacaqdır. Növbəti sual deyir ki, aşağıda verilmiş əlamətlər hansı iqtisadi rayona aiddir? Çırak 1 və Çırak 2 su elektrik stansiyaları tikilmişdir. Hava limanı fəaliyyət göstərir. Üzümçülük, tütünçülük və taxılçılıq inkişaf üçün əlverişli şərait vardır. Civə və xromit yataqlarına malikdir. İlk öncə onu deyim ki, Çırak 1 və Çırak 2 su elektrik stansiyaları Kəlbəzər inzibati rayonunda yerləşir. Həmçinin burada söhbət gedir, yəni Şərqi Zəngəzur iqtisadi rayonundan. Çünki artıq Kəlbəzər dedimsə, bilirsiniz ki, Kəlbəzər Şərqi Zəngəzur iqtisadi rayonuna aiddir. Şərqi Zəngəzur iqtisadi rayonunda məhz Zəngilanda hava limanı mövcuddur. Laçında da hava limanı tikilmək üzrədir. Həmçinin Şərqi Zəngəzur üzümçülüyə görə, taxılçılığa görə və tütünçülüyə görə fərqlənir. Və həmçinin Şərqi Zəngəzur iqtisadi rayonunda civə və xromit yataqları var. Belə ki, həm civə, həm də xromiti Şərqi Zəngəzur iqtisadi rayonunda Kəlbəzər və Laçın inzibati rayonlarında görəcəyik. Deməli, Kəlbəzərdə qeyd edəcəyik ki, xromit yatağı Göydərədir. Laçında olan xromit yatağı İpək yatağıdır. Həmçinin
Kəlbəzərdə olan civə yataqları Şorbulaq, Ağyataq və Left çaydır. Laçında olan civə yataqları isə Narzanlı və Gilgət çaydır. Nəticə etibarilə burada söhbət Şərqi Zəngəzurdan gedir. Növbəti sualımız deyir, xəritə sxemi əsasən yağıntılar başlıca olaraq dekabr, fevral ayları aralığında düşdüyü məntəqələri müəyyən edir. Deməli, əziz yoldaşlar, dekabr, fevral aylarında məsələn birinci məntəqəyə yağıntı düşür. Niyə? Çünki birinci məntəqə subtropiki Araq dənizi iqlim tipində yerləşir. Şimal yarımkürəsində də yerləşdiyi üçün biz deyirik dekabr, fevral aylarında bu əraziyə yağıntı düşür. Çünki bilirsiniz ki, Araq dənizi iqlim tipi yağıntını qış aylarında alır və şimal yarımkürəsinin də qış ayları dekabr, yanvar, fevral aralığına uyğun gəlir. Həmçinin üçüncü məntəqə, bu da Araq, şimal yarımkürəsində Araq dənizi iqlim tipi olduğu üçün yağıntını qış fəslində, yəni şimal yarımkürəsinin qış fəsli olan dekabr, qış ayları olan dekabr, yanvar, fevral aylarında alır. Beşinci məntəqə ola bilməz. Ona görə ki, beşinci məntəqə musson ərazisidir və bura dekabr, fevral aylarında yox, biz deyirik ki, iyun, yıl, avqust aylarında yağıntı alır. Dördüncü və altıncı məntəqələr Cənub yarımkürəsinin Araq dənizi iqlim tipinin səciyyəvi olduğu ərazilərdir. Dördüncü və altıncı ərazilərdə, altıncı məntəqələrdə yağıntılar Cənub yarımkürəsinin qış ayları olan iyun, yıl, avqust aylarında yağıntı alır. Yəni 4 dənə 6-cı məntəqənin yağıntılı olduğu aylar iyun, iyul və avqust aylarıdır. İkinci məntəqə isə Cənub subekvatorialdır və bilirsiniz ki, subekvatorial iqlim quşağı yağıntını məhz yay aylarında alır. Cənub yarımkürəsinin də yay ayları dekabr, yanvar, fevral aylarına uyğun gəldiyi üçün deməli ikinci məntəqə dekabrda, yanvarda və fevralda yağıntı alır. Nəticə etibarilə dekabr, yanvar, fevralda yağıntılı olan məntəqələr birinci, ikinci və üçüncü məntəqələr olacaq. Doğru cavabımız B variantıdır. Növbəti sualımız uyğunluğu deyil müəyyən edin. Bizə iki yarımada verilib Malakka və Skandinav yarımadası. Bir neçə ölkə yerləşir. Hər ikisinin ərazisində bir neçə ölkə var. Belə ki, Malakka yarımadasında biz Malayziya, Tayland və Myanma dövlətlərini görə bilərik. Skandinaviya yarımadasında Norveç, İsveç, qismən də Finlandiyanı görə bilərik. Deməli, A hər ikisinə də aiddir. Zəngin qalay və Wolfram filizlərinə malikdir. Söhbət burada Malakka yarımadasına gedir. Çünki Malakka yarımadası qalay Wolfram qurşağına uyğun gəlir. İki işıqlama qurşağında yerləşir ifadəsi bilməlisiniz ki, məhz Skandinaviyaya aiddir. Ona görə ki, Skandinaviyanın şimal qütb dairəsi kəsdiyi üçün məhz mülayim və qütb işıqlanma qurşağında yerləşir. Malakka yarımadası isə bütövlükdə tropik işıqlanma qurşağında yerləşir. Sahilləri iki okean suları ilə yuyulur ifadəsi ikisinə də aiddir. Ona görə ki, Malakkanın sahillərini Hind və Sakit Okean, Skandinaviyanın sahillərini isə Atlantik və Şimal Buzlu Okean suları yuyur. Materikin ən ucqar nöqtəsi yerləşir. Hər ikisində aid olduqları materikin ucqar nöqtələri var. Deməli, biz qeyd edəcəyik ki, Malakka yarımadasında Avrasiya materikinin biz deyəcəyik ki, ucqar cənub nöqtəsi olan Pi burnu yerləşir Malayziya ərazisində. Bu nöqtə nəzərdən biz deyəcəyik ki, əslində Y uyğun gələcək Malakka. Niyə? Çünki burada materikin deyir. Skandinaviyada ucqar nöqtə var, amma materikin yox. Qitənin ucqar nöqtəsidir. Avropanın ucqar şimal nöqtəsi olan Nordkin burnudur. Zaten onu fikirləşirdim. Burada biz materikin dediyinə görə biz bu fikri Malakka yarımadasını seçəcəyik. Yəni mən hər ikisinə desəm də əslində hər ikisinə uyğun gəlmir. Ona görə ki, dediyim kimi materikin ən ucqar nöqtəsi dediyinə görə Skandinaviyada Avrasiya materikinin hər hansı bir ucqar nöqtəsi yoxdur. Amma Malakka yarımadasında var. Pi burnu. Avrasiyanın ucqar cənub nöqtəsi Malayziya ərazisində yerləşir. Amma Skandinaviyada Avropa qitəsinin ucqar şimal nöqtəsi var. Yəni qitə olaraq biz deyəcəyik ki, Skandinaviya yarımadasında ucqar nöqtə var. Materik olaraq burada hər hansı bir ucqar nöqtə yoxdur. Ona görə Y biz deyəcəyik ki, Malakka yarımadasına aiddir. Yəni 1-ə BY, 2-ə S, 3-ə ABD olmaqla doğru cavabımız D variantıdır deyəcəyik. Növbəti sualımızda deyir ki, deməli, səbirli olalım. Deməli,
Sualda qeyd olunur ki, xəritə sxemasından 1 və 2 rəqəmlərlə göstərilən ölkələrin ümumi əlamətlərini müəyyən edin deyir. Burada birinci ölkə biz deyəcəyik ki, Avstriyadır. İkinci ölkə isə biz qeyd edəcəyik ki, Macaristandır. İndi bunlar üçün ümumi əlamətləri seçməliyik. Birinci Dünya müharibəsi ərəfəsində Avstriya Macaristan imperiyasının tərkibində olub, bu ifadə doğrudur. Ətlik və ətlik südlük istiqaməti heyvandarlıq inkişaf etmişdir. Avropa dövlətlərində biz südlük və südlük ətlik istiqaməti heyvandarlığı görürük. Norveç, İsveç, Finlandiya, Portuqaliya və İspaniyanın çıxmaq şərti ilə yerdə qalan bütün Avropa dövlətlərində südlük və südlük ətlik istiqaməti heyvandarlıq var. Yəni ikinci fikir doğru deyil. Avstriya və Macaristanda biz südlük ətlik istiqaməti heyvandarlığı görəcəyik. Ərazisindən Dunay çayı axır, düz deyir və hər ikisinin də paytaxtından elə Dunay çayı keçir. Düzənli relyef üstünlük təşkil edir ifadəsi doğru deyil. Daha doğrusu bu Macaristan üçün uyğun olsa da Avstriya üçün uyğun deyil. Çünki Avstriya böyük bir hissəsi Alp dağlarında yerləşir. Macaristanın da əslində bir hissəsi Karpat dağlarına düşür. Yəni düzənli relyef üstünlüyü təşkil edir ifadəsi doğru gəlmir. Respublika idarəetmə formasına malikdir ifadəsi ikisinə də aiddir. Bəli, hər ikisində idarəetmə forması respublikadır. Əhalinin əksər hissəsi Hind-Avropa dil ailəsinə mənsubdur ifadəsi Avstriyaya aiddir. Çünki Avstriya dili Hind-Avropa dil ailəsinin German dil qrupuna aiddir. Amma Macar dili biz deyəcəyik Ural dil ailəsinin Fin-Ugor dil qrupuna aiddir. Ona görə 6-cı bənd bunlar üçün oxşar fikir ola bilməz. Doğru cavabımız 1, 3, 5, yəni C variantı olacaqdır. Növbəti sualda deyir ki, mətndə verilmiş A çayı ilə bağlı cədvəldəki uyğunluğu müəyyən edin. Deyir, A çayı materikin ən uzun çayıdır. Yerli dildə çaylar atası adlanır. Bu çay sularını böyük və mərkəzi düzənlikdən, həmçinin Apalas və Kordilya dağlarının axan çaylardan yığır. Axdığı ərazilərdə sənaye, kənd təsərrüfatı və məişət əhəmiyyətinə malikdir. Burada elə çaylar atası deyən ki, biz bilirik ki, söhbət haradan gedir? Mississippi çayından gedir. Çünki Mississippi çayının mənası Hindu dilindən tərcümədə çaylar atası mənasını verir. Və Mississippi Şimal Amerikanın ən uzun çayıdır. Mənbəyini İtaska gölündən götürür. Mənsəbi Meksika körfəzidir. Mənsəb forması deltadır. Mənbəyi də mənsəbi də ABŞ ərazisində yerləşir. Arkansas, Ohio və Missouri kimi qolları var. Gəl baxaq. Bizə nə istəyir? Cədvəldəki uyğunluğu. Deyir, İtaska gölündən başlayır. Bu fikir doğrudur. Amma doğru olduğu halda qarşısında nə yazılıb? Yanlış. Demək, burada uyğunluq gözlənilməyib. Daşqınlar baş verir. Bu doğrudur. Zaten qabağına doğru yazıldığı üçün biz bunu seçə bilərik. Missouri və Arkansas çaylar onun qollarıdır. Bu doğru fikirdir. Amma doğru olduğu halda qabağına yanlış yazılıb. Meksika körfəzini tökülür. Bu da doğru fikirdir. Doğru olduğu halda qabağına yanlış yazıldığı üçün bunu da seçməliyik. Transsərhəd çayıdır. Biz deyəcəyik bu yanlışdır. Çünki bu mənbə və mənsəbi ABŞ-da yerləşdiyi üçün transsərhəd çay hesab olunmur. Ona görə bunu da seçməliyik. Doğru cavabımız olacaq B variantı. Növbəti. Deyir, hansı okean cəryanları eyni adlı yarımadalarda iqlimin quraq olması səbəb olur? İqlimin quraq olması üçün o həmin cəryanlar soyuq okean cəryanları olmalıdır. Elə variantı baxanda doğru cavabı C variantı görürük. Somali və Kaliforniya hər ikisi soyuq cəryandır və hər ikisi keçdikləri yarımadalarda quraq iqlimin formlaşmasına təsir göstərir. Doğru cavab olacaq C variantı. Növbəti sual deyir ki, 7.500.000 miqyaslı xəritədə 12 dərəcə şimal enliyi və 3 dərəcə cənub enlikləri arasındakı meridian üzrə məsafə 22,4 cm olarsa təhrif hesablayın. Deməli, 12 dərəcə şimal enliyi ilə 3 dərəcə cənub enliyi arasında gəlin birinci həqiqi məsafəni tapaq. Bunlar arasında 15 dərəcə fərq var. Nereden bildim 15 dərəcə fərq var? Çünki fərqli yarımkürələr yerləşdiyi üçün aralarında 15 dərəcə olur. Və bunu məsafəyə çevirsək 15 vuruq 111 edir 1665 kilometr. Deməli, əslində 12 dərəcə şimal enliyi ilə 3 dərəcə cənub enliyi arasında məhz 1665 kilometr məsafə var. Bəs bunu xəritədə necə təsvir ediblər? Xəritə miqyası 1 cm nə qədərdir? Buradan 5-0 sildiyimiz zaman gördük ki, xəritədə miqyas 1 cm 75 kilometrdir. Bəs bu xəritə üzərində 22,4 cm düşən məsafə nə qədərdir? X buradan bərabərdir. 75'i vursak
22,4-ə eləcə 1680 kilometr. Deməli, əslində 1665 kilometr deyil. Xəritədə təhrif olduğu üçün həmin məsafə görürük ki, yəni 1680 kilometr olaraq qeyd olunur tapdığımız zaman. Demək, burada bir təhrif var. Bu təhrif nəyə bərabərdir? 1680 çıxaq 1665, bu da bərabərdir 15 kilometrə. Deməli, məsafə tərifi burada nə qədər olacaq? 15 kilometr olacaqdır. Doğru cavab C variantı. Növbəti sualımız, cədvəldə verilən Şimali Afrika ölkələrindən hansılarının yerini dəyişsək, onların qərbdən şərqə doğru düzgün sırasını müəyyən etmək olar. Şimali Afrika regionunda biz dövlətləri qərbdən şərqə doğru sıralasaq, birinci təbii ki, Mərakeş gəlir. Mərakeşdən sonra Əlcəzair, sonra Tunis, sonra Liviya, sonra Misir gəlir. Burada yəni yeri dəyişilməli olan Tunis ilə Əlcəzairdir. Mərakeşdən sonra Tunis yox, Əlcəzair gəlir, sonra Tunis gəlir. Ona görə burada 2 və 3-ün biz desək yerini dəyişsək, əslində dövlətlərin ardıcıllığı qərbdən şərqə doğru düzgün olmuş olar. Doğru cavabımız A variantı olacaqdır. Növbəti sual. Aşağıdakı fikirlərdən hansı Braziliya yaylası üçün doğru deyil? Deməli, deyir ki, səthi bərk suxurlarla örtülüdür, düzdür. Dərin çay dərələrlə parçalanmışdır, düzdür. Filiz mənşəli faydalı qazıntılarla zəngindir, düzdür. Ekvatorun hər iki tərəfində yerləşir, səhvdir. Çünki niyə? Braziliya yaylası ekvatordan cənubda yerləşir. Ona görə Braziliya cənub və qərb yarımkürəsində yerləşən coğrafi obyektdir. Ekvator Braziliya yaylasını kəsmir. Əsas bitki örtüyü seyrək meşələr və hündür otlardır. Düz deyil. Çünki Braziliyada savanna və seyrək meşələr təbii zonası üstünlük təşkil etdiyi üçün məhz ona görə biz Braziliyada seyrək meşələr və hündür otlar görə bilərik. Burada yanlış olan D variantı olacaqdır. Növbəti sual. Deyir, Eylerben diaqramını tamamlayan bəndi müəyyən edin. İki fiziki coğrafi rayon verilib, Talış və Qonaqkənd və biz bunlar üçün oxşar olanı seçməliyik. Tektonik qırılmalar boyu mineral bloklar yayılmışdır. Hər ikisində də tektonik qırılmalar boyu mineral blokları görə bilərik. Həmsərhəd olduğu fiziki coğrafi rayon Xəzər sahilində yerləşir. Məsələn, Talışın həmsərhəd olduğu fiziki coğrafi rayon Lənkəran ovalığıdır. Lənkəran ovalığı fiziki coğrafi rayonudur. Onun Xəzər dənizi çıxışı var. Qonaqkənd fiziki coğrafi rayonunun həmsərhəd olduğu fiziki coğrafi rayonlardan biri Samur dəvəsidir. Və Samur dəvəsinin də həmsərhəd olduğu digər fiziki coğrafi rayon Qobustan Abşerondur. Hər ikisinin də Xəzər dənizinə çıxışı var. Yəni Xəzər sahilində yerləşir. Ona görə 2 də hər ikisi üçün oxşardır. Deməli, vulkanogen çökmə suxurlara rast gəlinir. Biz bunu Talış dağlarında görə bilərik. Alp və Subab çəmənləri yayılıb Qonaqkənddə. Çayları birbaşa Xəzər dənizinə tökülür. İkisinin də çayları birbaşa Xəzərə tökülür. Landşaft inversiyası müşahidə olunur Talış fiziki coğrafi rayonunda. Burada tamamlayan bənd, yəni oxşar fikir 1, 2, 5 olacaqdır. Yəni doğru cavabımız Y variantıdır. Növbəti sualımız deyir ki, ölkəmizlə bağlı doğru olmayan fikri müəyyən edin. Təxminən 800 metr hündürlüklərə qədər olan dağətəyi ərazilərdə kabalı torpaqlar yayılmışdır. Yəni bu ola bilər. Böyük və Kiçik Qafqazın, Talış və Naxçıvanın yüksək dağlıq ərazilərində antropogen, dağətəyi ərazilərində isə təbii landşaftlar üstünlük təşkil edir. Antropogen landşaft insanların yaratdığı landşaftdırsa, məntiqlə düşünsək, Böyük və Kiçik Qafqazın, Talış və Naxçıvanın yüksək dağlığında nə qədər insan yaşayır ki, orada antropogen təsir çox olsun. Bunun olması üçün belə çıxır ki, Böyük və Kiçik Qafqazın, Talış və Naxçıvanın yüksək dağlığında əhali sıxlığı çoxdur. Dağətəyi ərazilərdə isə əhali seyrək olduğu üçün və ya olmadığı üçün təbii landşaftdır. Belə bir şey ola bilərmi? Yox. Biz bilirik ki, hündürlüyə doğru qalxdıqca əhalinin sıxlığı nə olur? Azalır. Azaldığı üçün də təbii ki, hündürlüyə doğru antropogen təsir azalmış olur. Çünki insan azaldığı üçün insanın təbiətə təsiri də azalır. Ona görə burada doğru qeyd etməyiblər. Böyük və Kiçik Qafqazın, Talış və Naxçıvanın yüksək dağlıq ərazilərində təbii landşaft, dağətəyi ərazilərdə isə antropogen landşaftlar üstünlük təşkil edir olmalı idi. Ona görə B səhvdir. Dağ meşələrində qonur torpaqlar, rütubətli ərazilərdə, qəhvəyi torpaqlar isə quraq, əsasən palıq meşələri altında yayılmışdır ifadəsi tamamilə doğrudur. Yarım səhralarda yoxuşan, gəvən, dəvətikanı, dağ çöllərində isə ağot, qatır quyruq və taxıl bitkilər üstündür, düzdür. Küraraz və Samur dəvəsi ovalığının yarım səhraları daxilində daha kiçik əraziyə malik düzənlik meşə landşaftları yayılmışdır ifadəsi doğrudur.
Bəli, Kür arazide de Samur dəvəsində də biz düzənlik meşə, yəni interzonal landşaft görə bilərik. Yanlış olan dediyim kimi B variantıdır. Deyir ki, buzlaq relyef formalarının üstünlüğü təşkil etdiyi ərazi. Buzlaq relyef formalarının üstünlüğü təşkil etdiyi ərazi biz deyəcək ki, Lavrenti yüksəkliyidir. Lavrenti yüksəkliyi Şimal Amerikanın şimal hissəsində yerləşdiyi üçün məhz o ərazilərdə 4-cü dövr buzlaşmasının təsiri olmuşdur. Ona görə Lavrenti yüksəkliyində buzlaq relyef formalarına rast gəlmək mümkündür. Yerdə qalan ərazilərdə biz buzlaq relyef formasını görməyəcəyik. Doğru cavab burada B variantı olacaqdır. Növbəti sualımız. Türk dövlət və qurumlarının yerləşdiyi coğrafi obyektləri seçin. Türk dövlət və ya qurumlarının yerləşdiyi ərazidə biz Üst-Yurs platosunu, Verxoyansk silsiləsini, Şərqi Avropa düzənliyində görə bilərik. Şərqi Avropa düzənliyində Tataristan, Başqırtıstan, Suvaşe kimi Türk qurumları yerləşir. Və ya da ki, Verxoyansk silsiləsi Saxa-Yakutiya Türk qurumunun ərazisində yerləşir. Nəticə itibarilə burada Türk dövlət və ya qurumlarının yerləşdiyi coğrafi obyektlər Şərqi Avropa düzənliyi, Verxoyansk silsiləsi və Üst-Yurs platosu olacaqdır. Doğru cavab 1-2-5 D variantı. Növbəti sualımız qeyd olunur ki, çayın düşməsi 428-dir. 428 metrdir. Orta meyilli 0,8 metr bölü kilometr olarsa onun uzunluğunu hesablayın. Ümumiyyətlə meyillik nəyə bərabərdir? Meyillik bərabərdir çayın düşməsi bölünsün çayın uzunluğuna. Düzdürmü? İndi əziz yoldaşlar, çayın düşməsi nəyə bərabər? 428. Meyillik nə qədər? 0,8. O zaman biz 428 bölək x bərabərdir 0,8 deyəcək. 0,8 x bərabərdir 428. X də buradan bərabər 428-i 0,8-ə bölsək eləcək 535 kilometr. Deməli, bu çayın uzunluğu 535 kilometrə bərabər olacaqdır. Növbəti sualımız Azərbaycan Respublikasında 2014-cü ildə kənd əhalisinin sayı 4.432.000 nəfər, 2024-cü ildə isə 4.633.000 nəfər olmuşdur. Bu dövr ərzində kənd əhalisinin orta illik artımını hesablayın. Deməli, baxıram ki, 2014-cü ildə nə qədər olub? 4.432.000 olub. 2024-cü ildə nə qədər olub? 4.633.000 olub. Düzdürmü? Nə qədər müddətə? 10 ilə. Ya baxaq görək, 10 ilə nə qədər artıb? Biz 4.633.000-dən 4.633.000-dən çıxacağıq. Nə qədər? 4.432.000. Eləcək 201.000. Deməli, bir daha təkrar çıxım. 201.000. Deməli, 10 ilə 201.000 artım olub. Bəs onda 1 ilə nə qədər olub? X. X də buradan bərabərdir. Olacaq 20.100 nəfər. Deməli, kənd ərazisinin orta illik artımı məhz 20.100-ə bərabər olacaqdır. Növbəti sualımız Qazangöldağ və biçənək aşırımı üçün ümumi əlamətlər müəyyən edin. Qazangöldağ bilirsiniz ki, Zəngəzur silsiləsinin ikinci ən hündür zirvəsidir. 3829 metr hündürlüyü olan bu zirvə Ordubad rayonunda yerləşir. Biçənək aşırımı da Zəngəzur silsiləsində yerləşir. Şahbuz rayonunun ərazisində hündürlüyü də 2346 metrdir. Bu ikisi üçün ümumi əlamətləri seçməliyik. Kiçik Qafqaz tektonik zonasında yerləşir. Bəli, hər ikisi Kiçik Qafqaz tektonik zonasında yerləşir. Mülayim isti iqlim tipi hakimdir. Xeyr. Biz hər ikisində də yayı, daha doğrusu biçənək aşırımında yayı quraq keçən soyuq iqlim yarım tipini görəcəyik. Qazangöldağda isə dağ tundra iqlim tipini görəcəyik. Ümumiyyətlə, Naxçıvanda mülayim isti yoxdur. Günlük Qapıcıq fiziki coğrafi rayonunda yerləşir. Hər ikisi də paleozo yaşlı suxurlar yayılmayıb. Bu doğru deyil. Zəngəzur Milli Parkının ərazisində yerləşirlər. Dağ-meşə landşaftı geniş ərazini əhatə edir. Xeyr. Ümumiyyətlə, Naxçıvanda dağ-meşə landşaftı zolaq şəklində yoxdur. Tala şəklində var. Bizim sualımızın doğru cavabı 1, 3 və 5 olacaqdır. Bütün fəsilləri aydın müşahidə edildiyi ölkələr. Bütün fəsillərin aydın müşahidə edildiyi ölkələr bilməlisiniz ki, mülayimdə və subtropikdə yerləşən ölkələrdir.
Mesela Rumıniya, mesela İrlandiya, mesela Macaristan'da biz bütün fəsilləri tam olarak aydın müşahidə edə bilərik. Amma Gabon bilirsiniz ki ekvatorialdır. Panama subekvatorialdır. Ona göre Panama'da iki fəsil görə bilərik. Malazya ekvatorialdır. Cəmi bir fəsil görəcəyik. Gabonda və Malazyada bir fəsil, Panamada iki fəsil görülür. Amma Rumıniya, İrlandiya və Macaristan mülayim enliklərdə yerləşdiyi üçün, mülayim iqlim qurşağında yerləşdiyi üçün bunlarda 4 fəsildə aydın müşahidə eləmək olar. Doğru cavab 1, 4, 5 olacaqdır. Növbəti sualımız uyğunluğu müəyyən edin deyir. Deməli, burada verilib kakao, şəkər çuğunduru və şəkər qamışı. Qana, Kotivar və Braziliya kimi ölkələrdə becərilir. Əlbəttə ki, kakaonu qeyd edəcəyik. İstehsal olunan şəkərin 60%-ni təbii ki, şəkər qamışı verir. Əsasən heyvandalıqda yem bitkisi kimi istifadə olunur. Bundan şəkər çuğundurunu qeyd edə bilərik ki, şəkər çuğundurunda belə yem kimi istifadə olunur. Özelliklə də donuzçuluqda. Mülayim qurşağın ölkələrində Çin, Rusiya, Ukrayna, Polşa və s. ölkələrdə istehsal olunur şəkər çuğundurunu deyə bilərik. Əsas istehsalçıları Norveç, İsveç və Finlandiyada bu isə heç birinə uyğun gəlməyəcəkdir. Yəni 1-ə A, 2-yə C, D, 3-ə də B uyğun gələcəkdir. Növbəti suallar situasiya ilə bağlıdır. Deyir, A ölkəsinin ərazisinin böyük bir hissəsi iki yarımadada yerləşir. Bu yarımadalardan biri Asiya, digər Avropa qitəsində yerləşir. Ölkənin Asiya hissəsi Avropa ilə müqayisədə daha böyükdür. A ölkəsinin sahillərini 4 dənizin sahilləri, suları yuyur. Paytaxtı ölkənin ən böyük şəhəri deyil. Bu ölkə Azərbaycanla da quru sərhədinə malikdir. Onun əhalisinin sayı 85 milyon 347 min nəfər. Əhalinin sıxlığı isə 109 nəfərdir hər kvadrat kilometrdə. İqlim və relyef şəraiti burada təsərrüfat sahələrinin yerləşməsində böyük təsir göstərmişdir. Ümumiyyətlə, bilirsiniz ki, Avrasiyada 3 ölkə var ki, məsələn, həm Avropa, həm də Asiya qitəsində yerləşir. Bunun biri Rusiyadır, biri Qazaxıstandır, biri də ki, Türkiyədir. Bunlar arasında demək, 4 dənizin sularıyla yuyulan təbii ki, Türkiyədir. Türkiyədən söhbət gedir. Belə ki, Türkiyə, Qaradəniz, Mərmərə, Ege və Araq dənizinin sularıyla yuyulmaqdadır. Həqiqətən də paytaxtı ölkənin ən böyük şəhəri deyil. Çünki Türkiyənin paytaxtı Ankaradır və Ankara onun sadəcə siyasi mərkəzidir. Ölkənin iqtisadi paytaxtı və ən böyük şəhəri İstanbuldur. Yəni əhalisinin sayı zaten 85 milyon qeyd olunanda bilməliydik ki, burada söhbət Türkiyədən gedir. Belə, indi baxaq suallara. Deyir ki, A ölkəsini, onun yerləşdiyi 2 yarımada və 4 dənizin adını cədvələ yazın. Demək, A ölkəsi oldu Türkiyə, yarımadalar olacaq Kiçik Asiya və Balkan yarımadası. Dənizlərlə qeyd etdiyim kimi Qaradəniz, Mərmərə, Ege və Aralıq dənizini qeyd etməlisiniz. 89-da qeyd olunur ki, A ölkəsinin paytaxtı və ən böyük şəhərin adlarını və bu ölkənin sahəsini hesablayıb cədvələ yazın. Paytaxtı Ankara'da ən böyük şəhər İstanbuldur. Sahəsini hesablamaq üçün də nə etmək lazımdır? Bax, burada əhalinin sayı verilib, sıxlıq da verilib. Sən bilirsən ki, sıxlıq necə tapılır? Sıxlıq bərabərdir. Əhalinin sayı bölünsün ölkənin sahəsindən. Düzdürmü? İndiyə baxaq. Sıxlıq nə qədərdir? 109 nəfərdir. Əhali nə qədərdir? 85 milyon 347 mindir. Bunu bölürük sahəyə, yəni x-ə bərabər edirik 109-a. Burada təbii ki 109 x bərabərdir 85 milyon 347 min. Buradan da x bərabərdir 85 milyon 347 mini bölsək 109-a alacağıq 783 min. Deməli, Türkiyənin sahəsi 783 min kvadrat kilometrə bərabərdir. Bunu da tapmış olduq. Və sonuncu sual. Deyir ki, A ölkəsinin yerləşdiyi iqlim qurşağını və ölkənin əsas relyef vahidlərinin adını cədvələ yazın. A ölkəsi, yəni Türkiyə, subtropik iqlim qurşağının Araq dənizi iqlim tipində yerləşir. Və burada relyef olaraq biz şimalında Pont dağlarını görə bilərik, cənubunda Tavr dağlarını görə bilərik, Anadolu yaylasını görə bilərik, Böyük Ağrı dağ zirvəsini görə bilərik, Ərciyəs sönmüş vulkanını görə bilərik. Yəni, bu kimi coğrafi obyektlərin adlarını yazmaq mümkündür. Belə, ümid edirəm ki, sualların hər birinin izahı sizin üçün aydın olmuşdur. Çalışdım ki, maksimum dərəcədə ətraflı izah edim. Ümid edirəm ki, yorulmamışsınızdır. Bildiyiniz kimi, vaxtda çox az qalıb, artıq
sayılı günlər qalıb birinci qəbul imtahanına. Ona görə maksimum dərəcədə diqqətli olmalıyıq. Çalışmağımızda ciddi oturub oxumalıyıq və həqiqətən də vaxtı səmərəli istifadə etməliyik. Ümid edirəm ki, düzgün disiplinlə bu vaxtı istifadə edəcəksiniz. Əgər mənim də bu yolda sizə bir köməyim dəyirsə, nə xoş mənə. Bu videonu dostlarınızla paylaşın, onlar da yararlansınlar. Abunə olun ki, videomuz daha çox insana, daha çox kütləyə çatsın. Like edin, videonun altında fikirlərinizi bölüşün. Necə düzünüz var, nəyə səhv yazmışsınız, nə kimi sıxıntılarınız var, bölüşün. Əgər edə biləcəyimiz bir köməklik varsa, biz o köməkliyi hər zaman göstərməyə hazırıq. Kanalda ümumiyyətcə çoxlu sayda sınaq izahı var. Onlara baxaraq hər sual modeli ilə tanış ola bilərsiniz, yararlana bilərsiniz. Və eyni zamanda mövzu izahları da var ki, o mövzu izahlarına da yararlana bilərsiniz. Hər birinizə bolca uğurlar arz edirəm. Allah çəkdiyiniz əziyyətin qarşılığını artıqlaması ilə versin və həqiqətən də tələbə adı qazanmağa Allah sizləri nəsib etsin və mən inanıram ki, əziyyət çəkən hər bir abituriyent kimi siz də çəkdiyiniz əziyyətin qarşılığını artıqlaması ilə görəcəksiniz. Özünüzə yaxşı baxın, Allah'a emanet olun. Növbəti video izahlarda görüşənədək.